Nazirlər Kabineti əmək pensiyaları ilə bağlı yeni qaydaları təsdiq edib. Millət vəkili Vüqar Bayramov deyir ki, yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarların daha çevik qəbul edilməsinə imkan verəcək. Artıq pensiya ilə bağlı qərarların əldə olunması daha çevik həyata keçiriləcək. Nazirlər Kabineti tərəfindən əmək pensiyaları ilə bağlı təsdiq edilən yeni qaydalar vətəndaşları elektron hökumət platforması üzərindən bütün prosesləri izləməyə və nəticələri qısa müddətdə əldə etməyə imkan verir. Bu dəyişikliklər əmək pensiyaları haqqında qanun edilən düzəlişlərə əsaslanır və məqsəd sistemin daha çevik və şəffaf işləməsini təmin etməkdir. Millət vəkili Vüqar Bayramov deyir ki, qərarlar həm təyin, həm də yenidən hesablama və ya dayandırılma mərhələlərində elektron sistemdə avtomatik paylaşılacaq. Həmin sistem vasitəsilə təqdim olunmuş məlumatlar praktik olaraq rəsmi qərar statusu daşıyır və bu ondan xəbər verir ki, bir tərəfdən əmək pensiyalarının həm təyin edilməsi və eyni zamanda onların bir növdən başqa növə keçirilməsi və bütövlükdə pensiya ilə bağlı hallar elektron hökumət informasiya sistemi vasitəsilə reallaşacaq. Prosesin elektronlaşması təkcə rahatlıq deyil, həm də şəffaflığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Dövlət qurumları arasında məlumat mübadiləsi avtomatlaşdırılmaqla sənəd dövriyyəsindəki gecikmələrin də qarşısı alınacaq. Yeni mexanizm pensiya alan vətəndaşların fərdi hesab məlumatlarının avtomatik yenilənməsinə şərait yaradacaq. Bu da bəzi hallarda pensiya məbləğlərinin artırılmasına imkan verə bilər. Nəzərə alsaq ki, bəzi hallarda əmək pensiyalarının xüsusən növlərin dəyişdirilməsi və digər hallar zaman tələb edirdi və eyni zamanda elektron hökumət informasiya sistemi vasitəsilə həmin məlumatların təqdim edilməsi də məhz daha qısa zamanda qərarların qəbul edilməsi imkan yaradır. Bu baxımdan təbii ki, bu əmək pensiyalarına bağlı əlçatanlığın genişləndirilməsinə və bu istiqamətdə daha çevik və operativ qərarların qəbul edilməsinə imkan yaradacaq. Bu da təbii ki, xüsusən də pensiya çıxan və pensiya növünə dəyişən vətəndaşlarımız üçün yeni bir imkandır. Yeni qaydalar həm də pensiya təyinatının proaktiv şəkildə həyata keçirilməsini sürətləndirəcək. Əmək fəaliyyəti dayanan vətəndaşlar artıq sistemin özü tərəfindən avtomatik şəkildə pensiya təyin olunması ilə bağlı bildiriş alacaqlar. İslam Əşrəfov, Rozana Kərimli, Xəzər xəbər.